Epileptik tutma nədir? Epileptik tutma aura ilə başlayıb, tutmanın bütün əlamətlərinin keçdiyi zamana qədər olan, davam edən bir haldır. 4 mərhələdən ibarət olur genəlliklə. Birincisi prodromal dövr. Bəzi xəstələrdə epileptik tutmadan bir gün öncəmi, bir neçə saat öncəmi, yəni ümumi vəziyyətlərində bir dəyişiklik hiss edirlər. Sanki tutmanın gələcəyini hiss edirlər. İkincisi auradır. Epileptik tutmanın aura mərhələsi. Əlbəttə ki, bütün xəstələrdə olmur, amma aurada tutmadan həmən öncə başlayan hissdir. Məsələn, daha çox olaraq mədədən yüksələn bir hiss və yaxud da başqa bir şikayətlər ola bilər. Yəni bu xəstələr də tutma keçirəcəklərini, yəni bu hadisədən qısa bir müddət sonra tutma keçirəcəklərini hiss edirlər. Üçüncü tutmanın özü və tutmadan sonrakı dövr, buna postiktal dönəm deyirik. Yəni tutma bitdikdən sonra deyək ki, 2 dəqiqəmi, 1 dəqiqəmi, 3 dəqiqəmi tutma oldu. Tutmadan sonrakı dövrdə bəzən xəstələrin özünə gəlməsi uzun bir zaman alır. Yəni bir belə deyim, huşda, bilincdə bir bulanıqlaşma olur. Yəni bunların hamısı bitdikdən sonra növbət sonlandı, tutma sonlandı deyə bilərik.